Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində Azərbaycanın milli qəhrəmanı, şəhid general-mayor Polad Həşimova həsr olunmuş ölümsüz ömür yaşayan Səngər generalı adlı tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi və vətən uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra liseyin direktoru Kamran Əliyev qonaqlara salamlayaraq tədbiri açıq elan edib. Kamran Əliyev Polad Həşimov kimi igid Azərbaycan oğullarını göstərdiyi şücaət və qəhrəmanlıqlardan, belə igidlərdən örnək alan gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Bu tədbirdə başda qardaşım Polad olmaqla cəmi şəhidlərimizi andıqları üçün, Polada həsr olunmuş bu tədbiri belə şərafətlə təqdim elədikləri üçün liseyin bütün kollektivinə, başda Kamran müəllim olmaqla təşəkkürümü bildirirəm. Əminəm ki, belə təqdimatlar gənc nəslin təlim-tərbiyəsində böyük əhəmiyyətə malikdir. Tədbir şagirdlərin vətənpərvərlik mövzularında hazırladıkları ədəbi-bədii kompozisiyalarla davam edib. Liseyin 9-cu sinif şagirdi Cahan Xıdırlı şəhid general-mayor Polad Həşimova həsr edilən Cənab General şeirini səsləndirib. Şagirdlər Fatimə Əliyeva və Leyla Kərimovanın səsləndirdiyi general mahnısı tədbir iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılanıb. Daha sonra Qələbə Bizimdir adlı səhnə göstərilib. Şagirdlərimizdə vətənpərvərlik ruhunun tərbiyə olunması xüsusilə biz müəllimlərin öhdəsinə düşür. Və qeyd edim ki, bizim şagirdlərimizdə Polad Həşimov sevgisi bir başqadır. Bəlkə də şagirdlərimizin çıxışlarında bir çox məqamlar anlaşıldı bu. Yəni, siz burada iştirak etdiniz, gördünüz bunu. Çox şadam ki, belə bir tədbirin keçirilməsində iştirak etdim. Sözümüzü yerə salmayıb, bizə qatılan şəhid ailələrinə, xüsusən Polad Həşimovun bacısı Arzu xanıma, qardaşı İlham müəllimə çox təşəkkür edirəm. Sağ olsunlar ki, bizi tək qoymadılar. Tədbir boyu şagirdlərin ifasında şeirlər, rəqslər, mahnılar və Polad Həşimovun həyat hekayəsi adlı səhnə nümayiş etdirilib. Tədbirdə qonaq qismində generalın bacısı, qardaşı, həmçinin övladları, bu liseydə təhsil alan digər şəhid ailəsi üzvləri də iştirak edib. Sonda şəhid ailələri tədbirin təşkilatçılarına təşəkkür ediblər. Çingiz Qədimli, Elçin Şuşalı, Qafqaz TV üçün.